Bakıda böyük uğurla keçən Ümumdünya Şəhər Salma Forumunun 13-cü sessiyasında Azərbaycanın təqdim etdiyi ağıllı şəhərlər, ağıllı kəndlər konsepsiyası maraq doğuran mövzulardan biri oldu. Çünki Azərbaycanın bu istiqamətdə artıq real təcrübəsi var. İşğaldan azad olunmuş Qarabağda və Şərqi Zəngəzurda ağıllı şəhərlər və ağıllı kəndlər konsepsiyası həyata keçirilir və bu da bölgənin yeni inkişaf modelinə çevrilir. Amma nəzərə alaq ki, ağıllı şəhər anlayışı ilə bərabər həm də müasir dövrün yeni riskləri də ortaya çıxır. Biz bu risklərin qarşısını almağa öyrənməliyik, bacarmalıyıq. Ağıllı şəhərlər və ağıllı kəndlər. Bakıda keçirilən Ümumdünya Şəhər Salma Forumunun bu fon üçün əsas müzakirələrindən biri ağıllı şəhərlər və ağıllı kəndlər konsepsiyasıdır. Bugün nəqliyyatdan kiber təhlükəsizlik sistemlərinə qədər bir çox sahə rəqəmsal texnologiyalarla idarə olunur. Amma bu rahatlıq özü ilə bərabər kiber təhlükələr də gətirir. Bəs ağıllı şəhərlər hansı risklərlə qarşılaşa bilər və rəqəmsal təhlükəsizlik necə təmin olunmalıdır? Çox sağ olun. Şəhərlərin rəqəmsallaşması gündəlik həyatı daha rahat və sürətli etsə də paralel olaraq yeni risklər də formalaşdırır. Bugün şəhər infrastrukturu artıq təkcə yollar və binalarla deyil, görünməyən rəqəmsal sistemlərlə idarə olunur. Hazırda xüsusi rabitə və informasiya təhlükəsizliyi dövlət xidmətinin stendindəyik. Burada ağıllı şəhərlərdə baş verə biləcək mümkün kiber təhdidlər simulyasiya olunur. Gəlin baxaq. Burada müxtəlif simulyasiyalar var. Ağıllı kənd. Bu isə göstərir ki, gələcək ağıllı şəhərlərdə təhlükəsizlik yalnız fiziki deyil, rəqəmsal məsələdir. Stenddə təqdim olunan simulyasiyalar məhz bu görünməyən təhlükələrin mümkün nəticələrini nümayiş etdirir. Burada ağıllı kənd təsərrüfatı sistemlərinə müdaxilə ssenariləri canlandırılır. Məsələn, torpağın analiz və suvarma sistemlərinə edilən kiber müdaxilə nəticəsində dozaların dəyişdirilməsi məhsuldarlığa ciddi zərər vura bilər. Digər simulyasiyalarda isə enerji və neft-qaz infrastrukturuna yönələn hücumların şəhərin ümumi fəaliyyətinə necə təsir göstərə biləcəyini nümayiş etdirir. Bu isə rəqəmsal sistemlərin qorunmasının nə qədər vacib olduğunu bir daha ön plana çıxarır. Ağıllı şəhərlər, rəqəmsallaşma urban inkişafın tərkib hissəsidir və urbanizasiyada istər vətəndaşlara xidmət baxımından, istər təhlükəsizlik baxımından, istər də bir sıra xidmətlərin avtomatlaşdırılması baxımından şəhərlərin rəqəmsallaşması, xidmətlərin rəqəmsallaşması böyük önəm daşıyır. Və bizim bu stenddə əsas fokus olduğumuz, göstərdiyimiz məqamlar da məhz bu ağıllı şəhərlərdə, rəqəmsallaşan şəhərlərdə dayanıqlılığı təmin etmək üçün həmin bu sistemlərə olacaq kiber hücumlar nələrə təsir edə bilər, hansı fəsadları ola bilər, eyni zamanda bu hücumların kaskad effektləri nədən ibarətdir, onlara diqqəti yönəltməkdir. Rəqəmsal sistemlər nə qədər güclü qorunsa da insan amili hələ də əsas risk faktorlarından biri olaraq qalır. Çünki gündəlik istifadə zamanı edilən kiçik bir diqqətsizlik belə böyük təhlükələrə yol aça bilər. Mütəxəssislər bildirir ki, kiber təhlükəsizlik yalnız dövlət qurumlarının deyil, vətəndaşların da məsuliyyətidir. Çünki zəif parol və ya saxta link belə böyük risklər yarada bilər. Bu səbəbdən rəqəmsal savadlılıq gələcəyin ağıllı şəhərlərində ən vacib bacarıqlardan biri hesab olunur. Müasir şəhərlərdə nəqliyyat axınının idarə olunması, müşahidə sistemləri, elektron ödənişlər və digər xidmətlər vahid rəqəmsal şəbəkə üzərindən fəaliyyət göstərir. Bu səbəbdən bir sistemdə yaranan təhlükə digər sahələrə də təsir edə bilər. Ağıllı şəhər konsepsiyası artıq dünyanın bir çox ölkəsində tətbiq olunur. Bu modellərdə şəhərin demək olar ki, bütün infrastrukturu rəqəmsal sistemlərlə idarə olunur. Bu səbəbdən kiber təhlükələrin vaxtında aşkarlanması və qabaqlayıcı tədbirlərin görülməsi xüsusi əhəmiyyət daşıyır. Xüsusilə kritik informasiya infrastrukturlarının qorunması gələcəyin dayanıqlı şəhər modeli üçün əsas məsələlərdən biri hesab olunur. Bütün bu sistemlər kiber hücumların əsas hədəflərindən biridir. Çünki dayanıqlılığı, inkişafı və ya vətəndaşları hədəf almaq üçün məhz bu sistemlərə hücum etməklə güclü təsir, ajotaj və kaskad effekti ilə digər sistemlərə təsir etmə mümkündür. Məhz bu fəaliyyətlə bağlı
istər dövlət xidmətləri olsun, istər kritik infrastrukturlar olsun, dövlət xidməti olaraq biz bunların təhlükəsizliyinə xüsusi önəm veririk və onların istər audit məsələsi, monitorinq 24/7 bilirsiniz ki, xüsusi rabitə və informasiya təhlükəsizliyi dövlət xidmətində kiber əməliyyatlar mərkəzi artıq 2012-ci ildən fəaliyyət göstərir və bu kiber əməliyyatlar mərkəzi məhz belə infrastrukturlara olan kiber hücumları, anomaliyaları 24/7 müşahidə edərək onların qarşısını alır. Forumda təqdim olunan yanaşmalar göstərir ki, rəqəmsal inkişaf və təhlükəsizlik artıq bir-birindən ayrılmaz anlayışlara çevrilib. Çünki gələcəyin dayanıqlı şəhərləri yalnız texnologiya ilə deyil, həmin texnologiyanın etibarlı qorunması ilə mümkün olacaq. Bu fon 3-də təqdim olunan texnologiyalar göstərdi ki, gələcəyin şəhərləri daha sürətli, daha rahat və daha rəqəmsal olacaq. Amma bu şəhərlərin həqiqətən ağıllı olması üçün onların təhlükəsizliyi də təmin olunmalıdır. Çünki rəqəmsallaşan dünyada dayanıqlıq məhz kiber təhlükəsizlikdən başlayır. Ağıllı şəhərlər insanlara rahatlıq və innovasiya vəd edir. Lakin onların təhlükəsizliyi artıq sadəcə fiziki deyil, həm də rəqəmsal müstəvidə qorunmalıdır. Ağıllı şəhər, rəqəmsal təhlükə, dünya üzrə kiber hücum faktları. Ağıllı şiforlar, sensorla idarə olunan nəqliyyat, rəqəmsal kommunal xidmət və təhlükəsizlik kameraları artıq bir çox ölkədə şəhər idarə etməsinin əsas hissəsinə çevrilib. Amma yeni texnologiya təəssüf ki, özü ilə birlikdə yeni təhlükələr də yaradır. Çünki bir şəhər nə qədər ağıllı olarsa, kiber məkanda bir o qədər həssas hədəfə çevrilər. Ağıllı şəhərlər müasir cəmiyyətin gələcəyidir və onlar bir çox üstünlüklər təklif edir. Lakin şəhər idarə etməsinin tam rəqəmsallaşması kiber təhlükələri də paralel şəkildə artırır. Dünyada da simulyasiyalardan real hadisələrə çox bənzər kiber hücumlar cəhdləri qeydə alınır. Hamısı da eyni səviyyədə kritik sistem ələ keçirildi deyil. Bəziləri birbaşa kiber hücum, bəziləri platformalardan sui-istifadə, bəziləri isə rəqəmsal infrastruktur nasazlığın real şəhər təsiri kimi istifadə oluna bilər. 2022-ci ildə Moskvada, Rusiyanın Moskva şəhərində Yandex taksi şirkətinə böyük bir kiber hücum qeydə alınmışdı. Nəticədə taksilər eyni yerə yönəldildi və böyük bir süni tıxac yaradılmışdı. Yandex şirkəti bunu xidməti pozmağa yönəlmiş kiber hücum cəhdi kimi təsdiqləyib. Bu ildə Amerikada Los Angelesdə qeydə alınmış metroya böyük bir kiber hücum qeydə alınmış. Metroda kiber insidentlərdən sonra daxili kompüter sistemləri bağlanmışdı. Sərnişinlər ödəniş etməkdə və qatarların gəliş vaxtı barədə düzgün məlumat almaqda çətinlik yaşayıblar. Rəqəmsal tablolar dayanıb, tab kartlarında vəsait yükləməkdə problem yaranıb. Son illərdə dünyanın müxtəlif ölkələrində baş verən hadisələr rəqəmsal infrastrukturların nə qədər həssas olduğunu ortaya qoyur. Gəlin dünya üzrə ağıllı şəhərlərə edilən ən səs-küylü kiber hücum faktlarına nəzər salaq. 2018-ci ilin martında ABŞ-nin Atlanta şəhəri böyük ransomware filiya proqramı hücumuna məruz qaldı. Şəhər administrasiyasının serverləri sıradan çıxarıldı. Məhkəmə sistemi, polis bazaları, kommunal ödəniş platformaları və hava limanının bəzi xidmətləri fəaliyyətini dayandırdı. 2019-cu ilin mayında isə ABŞ-nin Baltimore şəhəri kiber hədəfə çevrildi. Hücum nəticəsində minlərlə kompüter şifrələndi, dövlət qurumlarının elektron poçt sistemi dayandı, daşınmaz əmlak əməliyyatları və kommunal ödənişlər həyata keçirilə bilmədi. 2024-cü ilin iyulunda ABŞ-nin Columbus şəhərində kiber qrup şəhərin informasiya sistemlərinə daxil olaraq 500 mindən çox sakinin şəxsi məlumatlarını ələ keçirdi. 2023-cü ildə Polşada dəmir yolu idarə etmə sisteminə edilən kiber müdaxilə nəticəsində qatarların hərəkəti dayandırıldı. 2021-ci ildə Florida ştatının Oldsmar şəhərində hakerlər su təmizləmə sisteminə daxil olaraq suyun kimyəvi tərkibini dəyişməyə cəhd etdi. Bəs kritik şəhər infrastrukturlarını mümkün kiber hücumlardan qorumaq üçün hansı təhlükəsizlik mexanizmləri vacibdir? 2012-ci ildən təməli qoyulan kiber təhlükəsizlik əməliyyatlar mərkəzi, biz buna SOC mərkəzi deyirik. Bu cür hücumları 24/7 monitorinq edərək dövlət informasiya sistemlərinə və kritik infrastrukturlara qarşı həyata keçirilən kiber hücumların qarşısını alır. Və biz bu yanaşmaların mexanizmlərini digər sektorial CERT və təhlükəsizlik mərkəzləri ilə bölüşməyə də hazırıq. Görünən odur ki, müasir dövrdə şəhərlərin təhlükəsizliyi artıq sadəcə küçələrdə deyil, rəqəmsal şəbəkələrdə, serverlərdə də qorunmalıdır.